Deməli, müəllimlər, mən indi sizə danışacağım illik planlaşmada olan dəyişiklikdən. Məsələn, biz dedik ki, gündəlik planlaşmamızda dəyişiklik eləyə bilərik. İllik planlaşmamızda dəyişiklik eləyə bilərik. Məsələn, illik planlaşmada başqa necə dəyişiklik eləyə bilərəm? Məsələn, deyək ki, baxıram da mövzulara. Görürəm ki, məsələn, 26 fevralda Xocalı faciəsi ilə bağlı keçəcəyim mövzu gəlib düşüb 20 yanvara. 20 yanvarda keçəcəyim mövzu gəlib düşüb məsələn yanvar ayına. Mən indi nə edəcəm orada? Onu yerlərini dəyişəcəm. Yerlərini dəyişəcəm. Yəni 20 yanvarla bağlı olan dərsi öz zamanında, Xocalı faciəsi ilə bağlı olan dərsi öz zamanında keçəcəm. Və yaxud da ki, elə sizdə də Zahirə müəllimə, Ruhiyyə müəllimə, tarix müəllimisiniz. Deyək ki, müstəqilliyimizin bərpası günü var, 18 oktyabr. O gündən bağlı müstəqilliyimizlə bağlı olan bir mövzumuz var. O mövzu gedib düşüb məsələn sentyabrın axırına, oktyabr, onun yerini dəyişə bilərsiniz. Həmin mövzunu gətirib salırsınız. O sentyabrda düşən dərsi salırsınız oktyabra, oktyabırda o müstəqillik günündəki dərsi də öz vaxtına gətirirsiniz. Məsələn 18 oktyabr o ərəfədə keçirsiniz. Deməli biz illik planlaşmamızda dəyişiklik eləyə bilərik. Yəni bax bu qaydada məsələn soruşsalar ki, biz planlaşmamızda dəyişiklik eləyə bilərik. Bəli, illik planlaşmada həm mövzuların, məsələn bəzən də sentyabrda gedirik məktəbə, baxırsınız, məsələn rəhbərlik deyir ki, bu il məsələn də deyək ki, Yaşıl Dünya naminə həmrəylik ilidir. Onunla bağlı və yaxud da bu il Konstitusiya və suverenlik əslində elə bu il sentyabrda oldu. Məsələn, göstəriş verildi ki, bu il Konstitusiya və suverenlik ili ilə bağlı olduğuna görə hamı ilk dərsinə o mövzunu yazsın. Onunla bağlı şagirdlərlə söhbət aparılsın. Deməli, illik planlaşmada bax bu qaydada biz dəyişiklik eləyə bilərik. Və yaxud da dediyim kimi, asan mövzulara 5 saat, çətinə verilib 2 saat, onda asan mövzuları 2 saat keçib, oradan 3 saat gətirib qoya bilərsiniz, deməli, o çətin mövzuların üzərinə. Yəni, bunu heç kim sizə nöqsan tutmayacaq. Yəni, bu sizin özünüzün yolunuzdur. Şagirdlərinizin səviyyəsinə uyğun olaraq baxırsan ki, asan mövzuları şagirdləriniz yaxşı mənimsəyib, çətinlərin asan mövzulardan bir neçə saat. Amma bir məqam var burada ki, ümumi verilən miqdara toxunmadan o içində dəyişiklik edirsiniz. Məsələn, deyək ki, bu il tarix dərsindən 68 saat bu il ərzində 5-ci sinifdə, məsələn deyirəm, amma mən bilmirəm indi. Məsələn, 68 saat tarix dərsi verilibdir. Məsələn, 68 saat sənin dövlət tərəfindən verilən o məşğələnin miqdarıdır. Sən o 68 saata dəyə bilməzsən müəllimə. Heç vaxt dəyə bilməzsən. O 68-in içində asan mövzularda yer dəyişmə eləyib, asandan çətinə, yəni o mövzuların miqdarını içində dəyişə bilərsən. Yəni birindən 5 saatdırsa, birində 3 saatdırsa, o 5-dən 3-ə 2 saat verə bilərsən. Yoxsa 68-dirsə, mən bunu artacam, 70 keçəcəm və yaxud azaldıb 60 keçəcəm, mənim uşaqlarım yaxşı müəllimsədir. Yəni o belə bir şey ola bilməz. Sadəcə olaraq onun içində o miqdarına, ümumi məşğələnin, saatın, dərsin miqdarına dəymədən o deməli mövzuların içərisində yer dəyişmə eləyə bilərik. Bu bizim illik planlaşmamızda edə biləcəyimiz dəyişiklikdir. 2 dəqiqə.